Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin ruhu önündə baş əyirəm. Şəhid ailələrinə Allah səbr versin. Nifrətə çevrildi baxışlarınız. Qaldı şəkillərdə naxışlarınız. Güllərə qərb oldu baş daşlarınız. Namuslu, qeyrətli, nakam şəhidlər. Dünyanı heyrətə salan oldunuz. Azadlıq yolunda yanan oldunuz. Köçüb ürəklərdə qalan oldunuz. Unutmaq olarmı sizi, şəhidlər? Dəldi köksünüzü namərd gülləsi. Kim deyir şəhidlər Nadir İlyas, yalandır. Fərid Nadir'in atasıyam, şəhidimizə 44 gün. Torpağa Vətən yeni müharibəsin canlıdır. şəhidinin atasıyam. İllərdir Allah yaralı köməklər olsun ki, yaralı. bizi gəlirlər, arayırlar, araşdırırlar. Qazilər, Allah razı olsun ona Zəkə. qan verir. Müəllim gəlir, Tarix teşkiş unutmayır edir. qəhrəmanları. Çox sağ olun. Bugün Qarabağda Etibar dastan Evet. yazıldı. teşkiş edirlər. Allah Vətən bütün torpağına şəhidlərimizə göz rəhmət eləsin. dikənlərin Bizi axtarırlar, alnın arayırlar. əbədi. Allah qanla razı olsun basıldı. ki, bizi yəni Vətəni tək qoymurlar. canından Gəlirlər, ziyarət Üstün edirlər. bilərək Qulaq böyük, sərdadı şəhadət verilir. andını içdi Gəlirlər, şəhidlər. çəkiş edirlər, balalarımızı Torpağı yəni düşməndən işğalandırırlar. azad edərək Allah razı olsun ki, belə ömürlük tarixə bizləri yəni keçdi tək şəhidlər. qoymurlar. Allah Ömürlük əsgərlərimizi də tarixə qorusun. Allah Keçdi şəhidlər. dövlətimizi də qorusun. Zəkər Göyçaylı, Bəhlul müəllim, İsmailli, Ağsu, Göyçay gəlib ziyarət edib çəkilişi. Minnətdaram, təşəkkür edirəm ki, yəni bizləri həmişə axtarırlar, arayırlar. Təşəkkür edirəm bu kanala. Allah razı olsun. Təşəkkür edirəm. Allah şəhidimizə də rəhmət etsin, ruhu şad məkanı cənnətli olsun. İlyas əmi, Allah sizə səbir və dözüm versin. Allah anamıza səbir və dözüm versin. Allah tüm şəhidlərimizə rəhmət etsin. Ruhları şad, məkanları cənnətli olsun. Bugün Göyçay rayonu Hüngütlü kəndin şəhidi Nadirov Fərid İlyas oğlunun xatirəsinə ucaldılmış bulağı da ziyarət etdik və evinə gəldik, evini də ziyarət etdik. Bizim borcumuzdur. Bütün şəhid ailələrini, şəhidlərimizin məzarını ziyarət edirik və çəkiliş edib yayımlayırıq. Bütün Azərbaycan internet televiziya kanallarında, sosial şəbəkələrdə və digər dostlarımıza sağ olsunlar ki, belə bütün şəhid ailələrimizi ziyarət edirlər. Onlara da ayrı halda təşəkkürümüzü bildiririk. Çox sağ olun. Allah sizə səbir və dözüm. Çox sağ olun. Təşəkkür edirik ki, Təşəkkür edirəm bizi sizə də. qarşıladınız. Sizlərə də çox sağ olun. Hörmətli İlyas əmi. Hələ. Çox sağ olun. Təşəkkür edirəm. Azərbaycan internet televiziyası xüsusi müxbir İsmailov Zəkə Göyçaylı, Bəhlul Həmidov Göyçaylı bizi izlədiyiniz üçün təşəkkür edirik. Allah bütün şəhidlərimizə rəhmət etsin. Ruhları şad, məkanları cənnətli olsun. Allah bütün şəhid ailələrinə səbir və dözüm versin.